Salam. Belə bir proqram var. Evdə oturursan, internetini açıq qoyursan və hər saatdan bir girirsən, sənə verilən milli coin'i yükləyirsən. Baxın, diqqətlə videoya baxın. Bəlkə də sizə inandırıcı gəlməyə bilər. Fikirləşərsiniz ki, axı niyə belə bir proqram bizə hava yerə pul versin? Xeyr, burada sənə hava yerə kimsə pul vermir. Amma bu proqram kazino, qumar oyunları kimi deyil. Bu sadəcə internetini açıq qoyursan və hər saatdan bir sənə coin gəlir. O coin də qəpik deməkdir. Yəni milli coin bizə qəpik kimi gəlir. Bax. Deməli, burada hal-hazırda mənim 10 manat 99 qəpiyim var. Düzdürmü? Aşağıda isə 1218. Bu mənim coinimdir. 3 saat ərzində yığılan coindir. 3 saat. Bunu basıram. Deməli 10 manat 99 qəpik pulum var idi. Səhifəni yeniləyirəm. Diqqətlə bax. Səhifəni yeniləyirəm. Gəlirəm aşağı. Balansıma baxım görüm nə qədər pul var. Bayaqları 10 manat 99 qəpikdir. İndi isə 11 manat 12 qəpik oldu. Sonra bununla bitmir. Deməli burada bu yığmaq sözünün dalında 0 yazılıb. Hər saatdan bir girib buradan 200-400 coin yığa bilərsən. Hələ bu bununla bitmir. Burada yuxarıda hər gün sənə, hər gün bir dəfə sənə bonus gələn sandıqlar var. Bunların birini basırsan və bu 4 dənə sandıqdan birini seçirsən. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Görüm hansına düşdü? Hə, buna düşdü. Buna basırsan, deməli mənə 3 dənə qırmızı, bir dənə də yaşıl. Deməli 623 coin mənə sandıqdan milli coin gəldi. Bu qəpik deməkdir. Harasa bir 5 qəpik ya da 10 qəpik pul eləyir. Sonra yenə aşağı gəlirəm. 623 sözünü basıram. Yenə balansıma pulu yığıram. Sonra gedirəm orada. İndi sandıq qutardı. Burada sandıq yoxdur. Hər gün bir dəfə gəlir. Aşağıda. Bax burada çıraq var. Yumru çıraq. Buna basırsan burada fırlat deyir. Hər gün sənə sandığı da bir dəfə gəlir. Hər gün sənə bu çırağı fırlamaq gəlir.